Bir dənə də sual soruşmaq istəyirəm ki, həqiqətən qollarım, çiynim ağrıdı. Keçəcək indi. Hə, inşallah. Bir dənə də sual soruşmaq istəyirəm ki, məsəl üçün insan bəzən nə olduğunu, nə üçün olduğunu bilmir. Müraciət eləyir, deyir ki, bilmirəm nə var. Amma bilirəm ki, nəsə pisəm, nəsə yaxşı deyiləm. Belə özünün bilmədiyini orada seanslarda necə aça bilirsiniz ki, yəni sən başa düşmürsən, amma sən də əslində bundandır. Aydındır. Bir şəxs gəlir, bu dəfələrlə olub. O gəlir ki, siz mütəxəssissiniz, siz kömək edin. Məndə nə problem var? Mən real bilmirəm nə problemim var. Okay, orada belə kömək edirik. Ona kas test edə bilirik. Keçən verilişdə eləmişdik. Bədəni önə, arxaya aparmaq. Daha sonra şuur altında olan qorxularını üzə çıxarmaq olur və seansdan tapırıq. Əgər istəyirsinizsə, məhsuldursa, bunu bilinən eləmək istəyirsinizsə, sizə bu üzrə də seans eləyim. Biraz beyninizi yordum bu gün. Murad bəy, bu qollarıma ağırlıq verdi. Həm də bizim vaxtımız mən görürəm ki, çatmayacaq. Murad bəy, onda baxın, indi bizim vaxtımız da azalır. Biz bu 15 gün ərzində, sağlıq olsun, sizin təlimlər başlayır. Haçan başlayacaq bu? Təlimlər elə yenə avqustun 14-dən başlayır. Avqustun 14-dən başlayacaq. Bu təlimə gəldilər. Dəqiq olaraq deyək ki, baxın, gəldiniz, nəyi götürəcəksiniz? Aydındır. Bu bilirsiniz nəyə oxşuyur? Necə ki, biz bir evi təmir edirik, ev başdan sona dəyişir, yeni dizayn olur, gözəlləşir, enerjisi açılırsa, insanın da bəzən təmirə ehtiyacı vardır. Təmir və yenidən qurma prosesində biz ilk öncə insan ruhu ilə çalışırıq. Bax, niyə? Çünki insan bəzi hiss və emosiyaları ağlı ilə hiss etmir ki, ruhu ilə duyur. Biz musiqini ruhumuz duyur, ruhumuz hiss edir. Birinci, bu ruhsal olaraq sağalmalıdır. Ruhsal olaraq bir çox seans vardır. Məsələn, indikini elədim. Yəni, bu təlimlər ərzində bir çox seanslar alır, seanslar edir, enerji terapiyaları olur, öyrənir, bilgilənir və maariflənir. Bu bilgiləri aldı. Daha sonra bu insan ruhsal olaraq oyanışa keçməlidir. Biz onu oyanışa keçirməliyik ki, bunun frekansı artsın. Ən ali frekans şərtsiz sevgi enerjisidir. Sevgi frekansına keçiririk, gücləndiririk. Şuuraltı simvol dilini bilir, sonra enerjini, düşüncə gücü, çakralar, bütün bu sistemi də seans etmək, seans almaq, blokajları tapmaq, dəyişmək, qorxu ilə özü üzləşməyi bilir. Yəni, biz zəifdirsə əgər və ya güclüdürsə fərqi yoxdur. Bütün hallarda onu güclü bir ruha gətirib çıxarırıq. Ruhsal olaraq güclü olur. Yəni, hər adam baxırsınız ki, onun energetik vəziyyəti çox aşağıdır, enerji səhhətindən artıq aşağıdır. Yəni, elə terapistlər var ki, ümumiyyətlə, baxırsan, deyirsən ki, bunun özünün özünə faydası yoxdur. Bu mənə nə fayda verəcək? Orada enerjisi, həmin insanların da enerjisini yüksəldirsinizmi ki, yəni artıq sən %100 təlim verməyə hazırsan? Bəli. Bura elə bizdə daha çox terapistlərin özü belə bura qoşulur. Hər kəs qoşula bilər. Müəllimə, sıravi evdar xanım, normal bir usta, fəhlə, fərqi yoxdur. Alim, fizik, proqramist, nə istəyirsinizsə. Hər kəs qoşulur və bu təlim o qədər sadələşdirmişəm ki, bu təlimi. İnsanlar bunu rahatlıqla öyrənə bilir. Bəzən mənə suallar da gəlir ki, Murad bəy, siz bu qədər bilgi ilə niyə bu qədər sadə danışırsınız? Axı, bunları elmi dildə də deyə bilərəm, çətinləşdirib də deyə bilərəm. Əgər lakonik danışmıram, rahat danışmıramsa, insanları necə maarifləndirim? Yenə deyirəm, mən əgər bunu 5 yaşlı bir uşağa izah edə bilmirəmsə, mən bu şeyi bilmirəm deməkdir. İzah edə bilirəmsə və bu gün bunlar, bu təlimdən həmin şəxslər əgər bir şey öyrəndilərsə, demək mən bu işi başarmışam deməkdir. Bəli.